Bizə əxlaqi tövsiyələr verərkən çox zaman belə deyirlər ki, zəif cəhətlərinizi tanıyın, zəifliklərinizi tanıyın, mənfi xüsusiyyətlərinizi tapın və onları islah edin. Zəifliklərinizlə mübarizə aparın. Bu öz dinində doğru bir sözdür. Bəli, insanın özünü tərbiyə eləməsi, onda olan pisliklərlə mübarizədən keçir. Bu vacib məsələdir. Amma bununla yanaşı bir başqa məsələyə də diqqət eləməliyik. Əgər bu məsələyə biz diqqət etməsək, pisliklərimizlə mübarizədə uğur qazana bilməyəcəyik. O mövzu budur ki, xasiyyətimizdə olan, əxlaqımızda olan pisliklərlə yanaşı, nöqsanlarımızla yanaşı, bizdə olan müsbət cəhətləri də təhlil etməliyik. Bəzi müsbət cəhətlər var bizdə, onlara çox bel bağlamamalıyıq, çox da dəyər verməməliyik. İnsan pisliklərini araşdırarkən yaxşılıqlarını da araşdırmalıdır. Biz eyiblərimizlə mübarizə apardığımız zaman bəzi müsbət xüsusiyyətlərimiz var ki, bizə təsəlli verir, bizi bir qədər arxayınlaşdırır. Pisliklərimiz gözümüzün önünə gələn kimi 5-10 dənə də yaxşılığımız gözümüzün önünə gəlir və deyirik ki, nə olsun, bu pisliklərim var, amma bu yaxşılıqlarım da var, bu müsbət xüsusiyyətlərim də var. İnsan yaxşılıqlarını təhlil etməlidir, onda olan müsbət xüsusiyyətləri təhlil etməlidir. Bunu etmədən insan özünü islah edə bilməz. O hansı müsbət xüsusiyyətlərdir ki, onlara o qədər də dəyər verilməməlidir? Qeyri-iqtisabi xüsusiyyətlər nə deməkdir? İqtisabi, yəni kəsb edilmiş, əldə olunmuş, qazanılmış. Qeyri-iqtisabi xüsusiyyətlər hansılardır? Onlar ki, biz onu zəhmətlə əldə etməmişik. İrsi yolla bizə keçib ata-anamızdan, mühitdən, tərbiyədən. O yaxşılıqlarımız ki, zəhmət çəkib onları əldə etməmişik, özü-özünə bizdə var. O yaxşılıqların şükrünü yerinə yetirməliyik, şübhəsiz və onları inkişaf etdirməliyik. O barədə bugün danışacağım. Amma o qədər də söykənməməliyik və qabartmamalıyıq. Onların üzərində hesab açmamalıyıq. O müsbət xüsusiyyətlərin üzərində. Heç bir zəhmət çəkmədən əldə etdiyimiz müsbət xüsusiyyətlər Allahın bizə verdiyi sərmayədir. Keçən dəfə dedim, bu misalı çəkdim ki, bir cavan oğlandır, məsələn, şəhərin mərkəzində bir obyekt sahibidir. Biz onun malik olduğu dükana, obyektə baxırıq və deyirik ki, bu çox zəhmətkeş insandır, qabiliyyətli, bacarıqlı adamdır ki, bu yaşında belə bir iş sahibidir. Amma biri bizə deyir ki, yox, bundan 5 dənə idi, atasından miras qalmışdı. 4-ünü satıb, yiyib, dağıdıb, bu biri qalıb. O halda biz də ona əvvəlki qiyməti vermirik. O sərmayə kimi onun əlinə yetişib, çatıb, onun hələ bir hissəsini xarab eləyib.